Xırdalanda iş var yoldaşlar, Xırdalanda iş var. Mən Xırdalanda olan işlərdən birindən bəhs etmək istəyirəm, amma bu demək deyil ki, Xırdalanda olan iş elə cəmi bir dənədir və o işdə ancaq budur. Xeyr. Digərlərlə də tanış olmaq istəyirsə, onunla bağlı əlaqə vasitəsilə yaza bilərsiniz. Bu gecə növbəsində olan bir işdir yoldaşlar. Kişilər üçündür. İstehsalat sexinə lazımdır. Operator işidir. Axşam saat 8-dən səhər saat 8-ə kimidir. 28 kiloqrama qədər ağır korobkalar daşıya bilməlisiniz yoldaşlar. Yəni ən ağırı 28 kilodur. Yəni narahat olmayın. Nə yaşayırsınız? İstehsalatdan çıxan malın keyfiyyətinə nəzarət edirsiniz, qablaşdırırsınız. Belə bir işdir, 600 manatlıq bir işdir. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər sahələrdəki işlərdən də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əcəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.